1944-cü il martın əvvəllərindən başlayaraq yaz və yay aylarında Şimali Azərbaycandan Cənubi Azərbaycana 620 nəfərdən ibarət yeni qrup göndərildi və bu məqsəd üçün daha 375 nəfər səfərbər edildi. Mühüm tapşırıqla gedənlərin qarşısında duran əsas vəzifə Arazın o tayındakı Azərbaycanlıların milli özünü dərk hissini artırmaq, onların tək olmadığını, sərhədin şimal tərəfində qardaşlarının yaşadığını təbliğ eləmək idi. İkinci Dünya Müharibəsi bitdikdən sonra dünya güclərinin nəzərləri İrana, daha doğrusu Cənubi Azərbaycana yönəldi. Böyük Britaniya və Amerika Birləşmiş Ştatları burada baş verənlərə milli azadlıq hərəkatından daha çox SSR-nin İranı istila eləməsi kimi baxırdılar və Pəhləvi hökumətinə milli azadlıq hərəkatını boğmaq üçün hər cür kömək göstərməyə hazır idilər.